Herkese salam. Bu gün sizinlə birlikdə Olifestə gedirik. Bizi ilk olaraq musiqi ilə qarşıladılar. Biz festivalın ən axırıncı günü gəlmişdik deyə, həm də bu gün Aygün xanım Kazımova çıxış edəcəkdi. Ona görə də çox adam var idi. Biz də dedik o vaxta qədər oyun oynayıb şəkil çəkdirək. Sıralar çox uzun idi. Hədiyyələr də çox da yox idi. O boyda o qədər markadan 1-2 dənəsi hədiyyə verirdi sadəcə, qalanları kupon verirdi. Hədiyyələr qurtarmışdı və bəziləri də bağlanmaq üzrə idi. Bir dənə mən getdim Divecidə atış atmalıydıq. Tam 20-dən atanda sizə hədiyyə verirdilər. Bir dənə orada hədiyyə qazana bildim. Saat 6-ya yaxın belə altın yarısı vizajist gəldi. Bizə bir neçə makiyaj haqqında necə deyim, triklər verdi, ipucular verdi, necə işlətmək lazımdır, nələrdən istifadə etmək lazımdır. Daha sonra bir yarım saatlıq DJ bizə mahnı miksləri göstərdi. Biraz oynadıq, əyləndik, elədik. Çox da adam yox idi. Düzünü desəm, axıra yaxın dəhşət çox adam gəldi. Daha sonra Tomiris çıxış elədi. Daha sonra ekranda QR kodu göstərdilər. O QR kodu çəkib qeydiyyatdan keçməliydik və çarx fırlanırdı. Əgər kimin adı düşsəydi, ona Dyson hədiyyə olunacaqdı. Hədiyyə alan, qalib olan bəlli oldu, lakin hədiyyəni daha sonra axıra yaxın Aygün xanım özü təqdim elədi. Daha sonra bir çox insanın sevdiyi qrup Aynabənd gəldi və bir neçə tanınmış mahnılarından, pop mahnılarından ifa etdilər və çox maraqlı idi həqiqətən də onların mahnıları. Və Aynabənddən sonra divamız Aygün xanım çıxış etdi. Onun çıxışı ən axırda olmuşdu. Bir saat qalmış falan Aygün xanım başladı oxumağa və inanırsınız bir dəhşət yağış yağırdı. Hamı islanmışdı, amma hələ də qulaq asıb oynamağa davam edirdi. Daha da belə yağış maraq qatmaqlı səmaları altında. İnanırsınız tədbir qutarana qədər yağış yağdı elə. Aygün xanımın çıxışından sonra da yenə diskoteka musiqiləri səsləndirildi. Aygün xanımın getməyinə yaxın səhnədən düşdü və insanların yanına gəldi. Onlardan bəziləri imza atdı, bəziləri onunla birlikdə şəkil çəkdirdi. Məncə bu çox təqdirə layiq bir şeydir. Yəni insanlarla birlikdə onların yanında olmaqları, şəkil çəkmələri məncə çox qəşəng idi. Bu kiçik addımlar belə insanların daha da ona qarşı hörmətlə yanaşması, o qədər zirvədə olmasına baxmayaraq insanlarla bu qədər mehriban olması təbii ki də bir onun pərəstişkarı olaraq məncə çox qürur vericidir. Sonda yenidən diskoteka mahnıları qoşuldu. Heç kimin vecinə deyildi islanmaqları, hamı musiqi sədaları altında elə maraqla oynayırdılar, yəni birlikdə heç tanımadıqları insanlarla belə birləşib bir dairə ətrafında oynayırdılar. Məncə çox maraqlı idi. İstəyirəm bəzi çıxışlarda belə danışmadan sizə göstərim. Özün bəyənməsən, adalar deyib məsəl, məni bəyənməsən. Və gördüyünüz kimi tədbir axırda bitmişdi, hamı gedirdi. Hamı su içində idi, bütün saçları, paltarları, hamısı suyun içində idi. Amma hamı üçün çox yadda qalan və maraqlı festival olmuşdu. Və bugünlük bu qədər. Əgər videomu bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.